İbrahimli Tərane Sultuz qızı. İbrahimli Tərane Sultuz qızı 7 fevral 1961-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Ailədə 6 evlad olmalarına baxmayaraq bu ailənin ikinci qız övladı oldu. 1968-ci ildə Ağdaş rayonunun 1-ci sinifə daxil olmuş, 1978-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ili də Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. Tibb Universitetinin Pediatriya fakültəsini bitirərək Bərdə rayon xəstəxanasında çalışmağa başlamışdır. 1990-cı ildə ailə quraraq Bakı şəhərinə köçmüşdür. 2 oğlu Sami və İlkin adında övladları vardır. 2000-ci ildən 7 nömrəli şəhər xəstəxanasında həkim kimi çalışır. Hal-hazırda həmin xəstəxana Nərimanov Tibb Mərkəzinin adını daşıyır. Bugün Tərane xanımın doğum günüdür. Biz də Cəbrayıl rayon İctimai Nəzarət Şurası olaraq Tərane xanımı təbrik edirik. Ona uzun ömür, can sağlığı arzulayırıq. Ad gününüz mübarək Tərane xanım. Nə yaxşı ki varsınız, nə yaxşı ki bizimlə bir yerdəsiniz. Bu sevgimiz dastan olur, esin yerlerle. Alem güzel, hayat güzel, sevenlerin gözlerinde. Bu sevgimiz dastan olur, esin yerlerde. Sevdiğinin yanında bu dünya cennet olur. Dertleri unudurur, bu hayat nasıl olur. Ulduzlar aynasısan kalbimin sarayında. Çaylar sümsümesi sen